Salam əziz abituriyentlər, deməli bugün biz 14.04.2019-cu il din buraxılış imtahanının 11-ci sinifinə düşmüş suallarının izahına baxacağıq. Başlayaq birinci sualdan. Deməli birinci sualda 3x plus 5 kiçikdir 5x plus 18 bərabərsiz neçə mənfi tam həlli var? 5x-i sol tərəfə atsaq 3x-dən 5x çıxanda qaldı mənfi 2x. Kiçikdir. 18-dən 5-i çıxsa, yəni 5-i sağ tərəfə atsaq 13. Hər tərəfi mənfi 2-yə bölsək, olacaq x böyükdür mənfi 6 tam onda 5-dən. Mənfi 6 tam onda 5-dən böyük mənfi tam ədədlər. Mənfi 6 olar, mənfi 5 olar, mənfi 4 olar, mənfi 3 olar, mənfi 2 olar və mənfi 1 olar. Gördüyümüz kimi burada 6 dənə nə var? Mənfi tam ədəd var. Ona görə də doğru cavab B variantı. Sual 2. Konusun oturacağının radiusu 5 cm. Yəni R bərabərdir 5 cm. BCO 30 dərəcədir. Konusun yan səthinin sahəsini tapın. Konusun yan səthinin sahəsi S yan bərabərdir. Pi vur R vur L. Bu da bərabərdir. Düsturu yazdıq, saxladıq. O zaman bizə L, yəni doğuranı tapmağı tələb olunur. Doğuran da burada SB-dir. SB bərabərdir L, o zaman bunu tapır. Konusun hündürlüyünü çəkir. COB düzbucaqlı üçbucağı yaranır. Düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda hipotenuz 30 dərəcənin qarşısındakı katetdən 2 dəfə çox olacaq. Deməli, 90-ın qarşısındakı nə götürmək lazımdır? Onda 10 götürəcəyik də, çünki 2 dəfə böyük olmalıdır. Eli də tapdıq 10. Verilənlər hamısı məlumdardır. Pi vurulsun elin yerinə 5 yazdıq, elin yerinə 10 yazdıq. Bunları bir-birinə vursaq, 5 onu neçə eləyəcək? 50 vurulsun pi. Doğru cavab A variantında. Üçüncü sual. B-nin həndəsi silsiləsində B1 bərabərdir 2. Yadda saxlayırıq. Q bərabərdir 3 olarsa B4-ü tapın. B-nin həndəsi silsilədə B-n bərabərdir B1, Q-nün üstü n-1. Buradan yola çıxsaq, onda B4 nəyə bərabər olacaq? B1, Q-nün üstü n-dən 1 çıxır da. 4-dən də 1-in çıxsa neçə qalacaq? 3. B1-in yerinə 2-ni yazsaq, Q-nün yerinə verilənləri 3 yazsaq, 3-ün kubu. Bu da bərabərdir. 2 vurulsun, 3-ün kubu 27, 2-ni 27-yə vurduq, 54. Doğru cavab B variantı. Dördüncü tapşırıqda düzbucaqlının uzunluğu 8, eni 7 cm. Olarsa düzbucağın sahəsini tapın. Düzbucaqlı çəkdik. Bir tərəfini A götürək, digər tərəfini B. S bərabərdir, A vurulsun B. Onda S bərabərdir, A-nın yerində nədir? 7 dayanır. Uzunun yerində də 8 dayanır. S bərabərdir 7 vur 8, bu da bərabərdir 56. Doğru cavab D variantında. 5-ci sualda A plus B bərabərdir 5. 3A plus 2 vurulsun 10A plus 1,5 B ifadəsinin qiymətini tapın. Əvvəlcə bu çox hədlini neyini standart şəklə gətirək. Onda bərabərdir 3A, üstə gəlinsin 2 onun 20, üstə gəlinsin 2-ni 1,5 B-yə vuranda 3B. Birinci ilə üçüncünü bir birləşdirsə, olar 3A üstə gəl B, üstə gəlinsin 20. Bu da bərabərdir. A plus B-nin yerinə nə yazacağım? 5 yazacağım. Onda olacaq 3 vur 5, üstə gəl 20. 3 5-in 15, 15-in də üstünə 20 gəldi. Elədi 35. Doğru cavab E. 6-cı sualda cədvəl 10 bərabər hissəyə bölünmüşdür. Ştrixlənmiş hissəni bütün düzbucaqlı neçə faiz? Deməli, bütün düzbucaqlı artıq 10. Ştrixlənmiş hissələr nömrəyə 1, 2, 3, 4, 5-ci, 6-cı, 7-ci. Deməli, 7 ədədi ştrixlənir. 7 ədədi ştrixlənir. Biz ədəd dəyişməsinin faizin ifadəsində demişdik ki,
Onda oradan yola çıxsaq, 7-nin ummisi nə qədərdir? 10-dur da. Sürətə biz yazacağıq, ştrixlənmişik, məxrəcə yazacağıq, ummisinin deyir axı. Ummisi də 10. Vuracağıq nəyə? 100-ə. Deməli, ədəd dəyişməsini faizindən belə ifadə edilir. Onda 7 vur 100, bu da bərabərdir 70%. Doğru cavab neçə? 70 E variantı. Qutuda 7 ağ, 5 qara kürəcik var. Təsadüfən götürülmüş kürəcin ağ olması ehtimalını tapın. Deməli, sadə ehtimaldır. Ağ kürəcik 7 dənədir. Ağ 7. Qara 5'dir. Biz hadisənin ehtimalını belə öyrənmişdik də, əlverişli hallar bölünsün mümkün hallar. Bu da bərabərdir. Əlverişli hallar bizdən ağ istəyir də, əlverişli biz onu istəyirik. İstəyirik ki, ağ olsun. Deməli, ağ 5'dir. Mümkün hallar cəmisi neçə dənə kürə var? Bunların cəmisi 12 dənə kürə var da, düzdürmü? Mümkün hallar da neçədir? 12'dir. Onda oldu hadisənin ehtimalı 12'də 5. 8-ci suala baxsaq. Deyir ki, parçanın uc nöqtələri -4 və 12'dir. Parçanın orta nöqtəsinin koordinatlarını tapın. Gördüyümüz kimi burada parçanın orta nöqtəsinin tapılması necə idi? X1 üstə gəlsin X2 böl 2. Bu da bərabərdir. X1 -4'dür. X2'miz neçədir? 12. Cəmləyib nəyə böləcəyik? Yarıya. -4 üstə 12 gəldi. 8. 8'i də 2'yə böləndə neçə elədik? 4. Doğru cavab A variantı. Deməli, 9-cu tapşırıqda 4-cü dərəcədən 99 ədədi hansı iki tam ədəd arasında yerləşir? Biz əvvəlcə, deməli, 4-cü dərəcədən 1-in 4-cü dərəcədən qüvvəti 1-dir. 2-nin 4-cü dərəcədən qüvvəti 16-dır. 3-ün 4-cü dərəcədən qüvvəti 81-dir. Onda 4-ün 4-cü dərəcədən qüvvəti 256-dır. Deməli, onda biz bu ədədə baxsaq, 4-cü dərəcədən qüvvətin ədəd çıxır, 81-də çıxır və 4-də də neçədə çıxırdı? 256-da çıxırdı. 4-cü dərəcədən 81, 4-cü dərəcədən, üzrlü sayın, 4-cü dərəcədə neçə? 256. Bu 99 yazarıq 4-cü dərəcədən. Deməli, bunların arasında yerləşir də. Onda 4-cü dərəcədən 81 3'ü demişdik. 4-cü dərəcədən 99, 4-cü dərəcədən də 256'dan 4 çıxacaq. Görsəndiyi kimi burada 3'dən böyükdür, 4'dən nədir? Kiçikdir. Doğru cavab C variantında. 10-cu sual. Deyir ki, x kvadratı minus 10x plus 2 bərabərdir 0, tənliyinin kökləri fərqi 6 olar. Deməli, uşaqlar, çevrilmiş kvadrat tənliyində köklər cəmi P-yə bərabərdir. Daha doğrusu mənfi P-yə. X1 üstə gəlsin X2. P-də nədir burada? Mənfi 10'dur. Mənfi 10'un qarşısına mənfi atanda elə də müsbət 10. Kökləri fərqi isə, yəni X1 çıx X2 bərabərdir 6 özləridir. Bunu yazdıq, aldıq sistemə. Kökləri hasılı birbaşa Q-yə bərabərdir. X1 vur X2 bərabərdir nəyə? Q-yə. Bu sistemi toplasaq, onda oldu 2x1 bərabərdir 16, x1 də bərabərdir 8. Deməli, x1 üstə gəl x2 bərabərdir 10. Yəni 8 üstə gəl x2 bərabərdir 10. Buradan da x2 bərabərdir nəyə? 2'yə. Köklərdən birini 8 tapdıq, digərini isə 2 tapdıq. Köklər hasılı da Q-yə bərabərdir. 8 2-də neçə elədi? 16. Deməli, Q 16 imiş. Doğru cavab Y variantı. Sual 11. Loqaritma 6 əsasa görə, loqaritma 4 əsasa görə, loqaritma 2 əsasa görə x bərabərdir 0. Baxın, üstüyə çevirəndə 6'nın üstü 0 neçə eləyəcək? 1. O zaman yazaram loqaritma 4 əsasa görə, loqaritma 2 əsasa görə x 6'nın üstü 0 elədi 1. Eyni yanaşma ilə onda loqaritma 2 əsasa görə x bərabərdir 4'ün üstü 1 neçə elədi? 4.
Onda üçüncüdə artıq x bərabərdir 2-nin üstü 4, o da x bərabərdir neçə? 16. Doğru cavab D variantında. X kvadratı minus y kvadratı 17 olarsa x kvadrat plus y kvadratı ifadəsinin qiymətini tapın. Amma x, y natural ədədlər çoxluğuna aid. Onda biz x kvadratı y kvadratının vuruqları ayırsaq, onlar x çıx y vurulsun x plus y bərabərdir 17. Buradan natural ədədlər isə 17-də sadə ədəddir. 17-nin 2 vuruğu var. Deməli, 1-dir bölənləri. Bir də nədir? 17. Onda biz kiçiyi 1 götürək, böyüyü nə götürək? 17 götürək. X çıx y-ə mən 1 desəm, x plus y-ə isə 17 desəm. Belə bir sistem aldım. Tərəf-tərəfə toplasam, 2x bərabərdir 18, x bərabərdir 9. Onda y də bərabərdir 9-un üzərinə 8 gəlsə 17 eləyər də. Çünki x plus y bərabərdir 17. Deməli, birini 9 tapdım, digərini nə tapdıq? 8 tapdıq. X kvadratı plus y-in kvadratı da bərabərdir. 9-un kvadratı üstə gəlinsin 8-in kvadratı. 9-un kvadratı 81, 8-in kvadratı isə 64. Bu da bərabərdir. 81 üstə 64 gəlsə 145-ə bərabər olacaq. Doğru cavab B variantında. Oturacağı dördbucaqlı olan prizmanın neçə üzü var? Bunun üçün düstur da var, amma bir prizma çəkək. Oturacağı dördbucaqlı olan prizma. Sadə variantda baxın, belə çəkdik. Deməli, nömrələsək. 1, qarşısındakı 2, 3, qarşısındakı 4, 5, üstəki də 6. Deməli, 6 üzü var. Ümumiyyətlə, bunun üçün prizmanın neçə üzü var deyirsə, oturacağı 4 bucaqlıdır, 4 bucaqlı, 5 bucaqlı, daha doğrusu n bucaqlıdırsa n plus 2 düsturu ilə tapılır. Onda 4 bucaqlıdır, 4-ün üzərinə 2 gələcəm, 6 olacaq. Əgər yadımızdan çıxırsa da bu cür tətbiq edib yazmaq olar. Deməli, 14-də funksiyasının qrafiki, tərs funksiyasının qrafiki 3 mənfi 24 nöqtəsindən keçirsə f mənfi 3 tapır. F mənfi 3 tapmaqdan əvvəl k-nı tapaq. Deməli, bunu çarpaz vursaq, k-naya bərabər olacaq x, y. Yəni, burada nəzərimizdə tutsaq, x 3-dür, y nədir? Mənfi 24. Onda k bərabərdir 3 vurulsun, mənfi 24. O da bərabərdir mənfi 72. Onda funksiyam, buradan yazıram, y bərabərdir mənfi 72 bölünsün x-ə gəlib düşəcək bu formül. F mənfi 3-ü deyir. F mənfi 3 bərabərdir. Mənfi 72 bölünsün mənfi 3. Çünki x-in yerinə baxın. F, x. F mənfi 3. Mənfi 3-ü x-in yerinə yazıram. Mənfilər bir-birini götürəndə 72-ni də 3-ə böldüyü neçə qaldı? 24. Doğru cavab 24. Deməli, 15-ci tapşırıqda tənliyini deyir, həll edin. Çarpaz vursaq bunu. Sinus 3x, daha doğrusu mənfi sinus 3x bərabər olacaq mənfi 1-ə. Üzülürsən, mənfi sinus 3x bərabərdir müsbət 1-ə. Sinus 3x bərabər isə mənfi 1-ə. Biz bilirik ki, sinus mənfi 1-i mənfi pi bölünsün 2-də alır. Yəni, 3x bərabərdir. Mənfi pi bölünsün 2, plus xüsusi hallarda plus 2 pi k. Hər tərəfi 3-ə bölsəm olacaq. Mənfi pi bölünsün 6, plus 2 pi k bölünsün 3. Deməli, doğru cavab oldu. Mənfi pi bölünsün 6, plus 2 pi k bölünsün 3. Keçək 16-cı suala. Fəzada 16. Aha.
2y plus 5xi bərabərdir 8 plus 3x plus y bərabərlidən x plus y cəmini tapın. İki kompleks ədəd bir-birinə bərabərdirsə, həqiqi hissələrə, xəyali hissələr isə xəyali hissələrə bərabər olmalıdır. Gördüyümüz kimi birincidə həqiqi hissə 2y-dir, ikincidə isə 8-dir. Onda 2y bərabər 8, y bərabərdir 4. Y-in qiymətini artıq tapdım, dairəyə aldım. Onda 5x-də ikincidə bərabərdir xəyali hissə 3x plus y-dir. Y-in də yerinə nə yazacağım? 4 yazacağım. 3x plus 4. Sola atsaq 5x-dən 3x çıxanda 2x bərabərdir 4. X də bərabərdir neçəyə? 2-yə. X plus y də bərabərdir. 4 üstə gəlinsin. Yerlərini dəyişik yazdıq. 2. Bu da bərabərdir. Fərq eləmir 6-ya. Deməli, doğru cavab 6-dır. Fəzada verilmiş nöqtədən müstəvi 2 mail çəkilmişdir. Deməli, müstəviyə 2 mail çəkilmişdir. Bir mail belə çəkilib, biri isə bu cür çəkilib. Birinci mailin uzunluğu 5-dir. İkinci mail isə 8-dir. Olsun 8. Birinci mailin proyeksiyası 4. Və proyeksiya kölgə deməkdir. Baxın, bura oldu neçə? 4. Deməli, proyeksiya bura 4. İkinci mailin, yaxşı çəkmədik. 4 cm olarsa, ikinci mailin proyeksiyasını tapın. Yəni, buranı deyil, x-i deyil. Deməli, hər zaman perpendikulyardır. Bax, bu çəkdiyim, sonuncu çəkdiyim bura perpendikulyardır. Perpendikulyarla proyeksiya bir-birinə nə olacaq? Əlbəttə, perpendikulyardır dediyimiz kimi. 5, 4, 3 olar da, çünki Pifaqor ədədləridir. 5, 4, 3. Hipotenuz 5-dir, katet 4-dür, digər katet 3-dür. Eynisini tətbiq eləsəm, onda x də bərabərdir. Kökün altında 8-in kvadratı çıxılsın 3-ün kvadratı. Bu da bərabərdir. 8-in kvadratı 64, 3-ün kvadratı 9. Kökün altında 64-dən 9-u çıxsaq 55. Deməli, digər proyeksiya, yəni kölgə kök altında 55 sm olacaq. Sual 18. Çevrəyə uzunluğu 20 sm olan 2 toxunan çəkilir. Deməli, çevrə çəkək. 20 sm olan 2 toxunan çəkilir. Çevrə ilə toxunma nöqtələri arasındakı məsafə 24 sm olarsa, radiusu tapın. Deməli, çevrəyə 2 dənə toxunan çəkdik. 20 sm olan 2 toxunan çəkilir. Burada 20-dir, burada 20. Çevrə ilə toxunma nöqtələri arasındakı məsafə 24. Bura 24. Olarsa radiusu tapın. Tutalım ki, olsun mərkəz bura, bura. Radiusu buradan da çəkək, uşaqlar. Deməli, buradan da çəkdik. 20, 20-dir. Buranı da çəkək. Deməli, bu da həm də tənböləndir də. Bu bucaq yarıya bölünür. 20, 20, 24. Onda bura neçə qalacaq? 12 qalar. Bura neçə qalar? 12 qalar. Burada neçədir? Düzbucaqlı, üçbucaq yarandı. 20-nin kvadratı, 12-nin kvadratı. Bax, buradan buranı qaraldıram. Buranı tapaq. Bura bir x desək. Onda x bərabərdir. Kök altında 20-nin kvadratı çıxılsın. 12-nin kvadratı. Bu da bərabərdir neçəyə? 16. 20-nin kvadratı 20, 12, 16. Pifaqor ədədlərdə 400, 144 çıxanda 256, 256-dan da kök 16. Deməli, bura tam-tamına nə qədərdir? 16. İndi bir şeyə baxmaq lazımdır. Burada toxunanla radius da nədir? Perpendikulyardır həmişə. Bura bir y desəm, bura bir h desəm. H nəyə bərabərdir? H bərabərdir 12. Az öncə dedik də, elə bil ki, düzbucaqlı üçbucağın, bax, burada biraz normal düşmədi.
Düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilmiş hündürlük. H kvadratı, daha doğrusu H bərabərdir kök altda M-in, yəni H kvadratı bərabərdir M-in. Onda 12 kvadratı bərabərdir kök altında Y, bu hissəni Y yazdı, digərini isə artıq 16-ını tapmışıq. Y vurulsun nəyə? 16-ya, daha burada 12 yazalım. Onda Y vur 16 bərabərdir 144. Y də bərabərdir neçəyə? 9-a. Deməli, Y, yəni buranı tapdıq 9. Bizə hələ ki radiusu tapmamışıq. Amma görək harada yer eləyək bunun üçün yazmağa. Yuxarı gedək, burada yazaq. Burada, indi qıraqda çəkəcəm bunu. Belə bir düzbucaqlı üçbucaq yarandı. Bura yerdir. Buranı artıq 9 tapmışam. Bura 12-dir. Buranı çünki əvvəldən 24, 12, 12 bölmüşdü. H 12 idi, burada 12 idi. Düzdürmü? Buranı 16. H kvadratı yeməyə görə də buradan tapdıq. 9, 12, yerdə hipotenuzdur da. R bərabərdir. Kök altında 9-un kvadratı, üstə gəlinsin 12-nin kvadratı, yer az oldu. Bu da bərabər 9-un kvadratı, 12-nin kvadratı neçə eləyəcək? 15-in kvadratı. Onda 15-in kvadratından da kök, daha doğrusu 225-dən kök neçə çıxacaq? 15. Doğru cavab neçə oldu? 15. Radius 15-dir. Deməli 19-da 10 kosinus kvadratı plus 2 sinus kvadratı ifadəsinin ən böyük qiymətini tapın. Deməli uşaqlar, bu 10-u parçalasam, bura 2-dir, buranı da 2 yazsam. Olsa 2 kosinusun kvadratı x. Üstə gəlinsin 2 sinus kvadratı x. Üstə gəlinsin 8 kosinus kvadratı x bərabər. Buradan 2-ni çıxartsam, mütərizə xaricində olacaq. Kos kvadratı x, üstə gəlinsin sin kvadratı x, üstə gəlinsin 8 kos kvadratı x bərabər. Kos kvadratı x, sin kvadratı x 1-ə bərabərdir. 2-ni də vurduq 1-ə elədi 2. 2 üstə gəlinsin 8 kosinusun kvadratı x. Kos kvadratı x-in ən böyük qiyməti də nəyə bərabərdir? 1-ə. Onda olar 2, üstə gəlinsin 8 vur 1, bu da bərabərdir nəyə? 10-a. Doğru cavab 19-da 10. 20-ci sualda, deməli, 7 kombinizon 7-dən 3-ə bölünsün, permutasiya 7-dən 3-ə. Kombinizon 7-dən 3-əni yazacaq, 7 faktorial bölünsün. 3 faktorial vurulsun, 7-dən 3 çıxsa neçə elədir? 4 faktorial. Bölünsün, permutasiya olacaq. 7 faktorial bölünsün, 7 çıx 3 faktorial, yəni 4 faktorial. Bu da bərabərdir. Kəsrdir, birinci tərəf olduğu kimi qalacaq. 7 faktorial bölünsün, 3 faktorial vurulsun, 4 faktorial. Vurulsun, tərsinə vurarıq da. Onlar 4 faktorial bölünsün 7 faktorial. 7 faktoriallar nə oldu? İxtisar olunacaq. 4 faktoriallar da ixtisar olunacaq, bərabərdir. 3 faktorial da, yəni 1 bölünsün 3 faktorial. Elədir 1 bölünsün 3 vur 2 vur 1, bu da bərabərdir. 1 bölünsün 6, doğru cavab 6-da 1. Gəldi 21-ci suala. MP bərabərdir 3 KY. Yəni KY-nə mən x desəm, MP də 3 dəfə çoxdur, oldu 3x. PK nədir? 16-dır. Onda bura mən y desəm, OK bərabərdir 16 çıx y olacaq. M-in 20. Başdan ayağa M-in hamısı 20-dir. Deməli, bura M-ə, M-oya desəm, Z, o n də bərabər olar 20 çıx Z-ə. Bu belə. Olarsa KN-i tapın. Deməli, burada əslində paralelliyi verməlidir. MP paraleldir KN. Yoxsa biz bunu deyə bilmərik. Nə də düz xətt olduğunu demir və s. demir. Heç bir şey demir. Deməli,
Onda biz bura alfa desək, burada nə olacaq? Alfa olacaq. Bura beta desək, qarşılıqlı bucağı da nə olacaq? Beta heç ehtiyac yoxdur, yox, ehtiyac yoxdur. Çünki deməyə də ehtiyac yoxdur. Bunlar oxşarlıq yaranacaq. 90 dərəcədir, qarşılıqlı bucaqlar da bərabərdir beta. Bir üç bucağın iki bucağı, digər üç bucağın iki bucağına bərabərsə, bunlar nədir? Oxşardır. Mən birincini elədim, diqqət etmədim. Onda MP o üçbucağı ilə NKO üçbucağı nədir? Bir-birinə oxşar. Oxşarlığa görə alfanın qabağındakı, betanın qabağındakı 3x-in yuxarıdan başlasaq. Betanın qabağındakı 3x-in betanın qabağındakı x-ə nisbəti bərabərdir. Alfanın qabağındakı y-i nəyə götürərik? Alfanın qabağındakı 16 çıx y-ə. Artıq əslində buradan görsənir. Bunu 3kk kimi yaza bilərdi. Çünki 3 dəfə böyükdür, amma da yazmamışıq. X-lər getdi. Nə oldu? 48 minus 3y bərabərdir y-ə. 4y bərabərdir 48. Y də bərabərdir neçəyə? 12-yə. Onda bizdən K-ni soruşurdu, düzdürmü? K-n. K-dan n-ə. Buranı tapdıq, y tapdıq 12, 16 çıx y, yəni OK. OK bərabərdir, 16-dan 12 çıxsaq neçə qalacaq? 4. Yəni, cəmisi 16 idi, 12-sini tapdıq. Digər tərəfdən, biz eyni şey tətbiq eləsə, yəni 3-ün 1-ə nisbəti yenə, 3-ün 1-ə nisbəti bərabərdir 3x-in, yəni x-ə nisbəti, x-lər gedəcək. Z-in nəyə nisbəti? 20 çıx z-ə nisbəti. 3 20-in 60 çıxılsın 3z bərabərdir z-ə. 4z bərabərdir 60, z də bərabərdir neçəyə? 15-ə. Z 15-dirsə, 20-dən də z-i çıxanda, yəni 15-i bərabərdir nəyə? 5-ə. Deməli, biz bu o-ni də tapdıq neçə? 5. Gördüyümüz kimi düzbucaqlı üçbucaqdır. Hipotenuz 5-dir. Katetin biri 4-dür. Artıq 3, 4, 5-i hamımız bilirik. Onda Kn, yəni x də bərabərdir nəyə? 3-ə. 5-in kvadratı çıxılsın 4-ün kvadratı bərabərdir nəyə? 3-ün kvadratına. Doğru cavab A variantında. 22-də ştrixlənmiş hissənin sahəsini tapın. Ştrixlənmiş hissə ifadələrdən hansına uyğundur? Cavablara baxmadan öncə görürük ki, burada A-dır. A tamamlana bilərdi, amma S ilə B-nin kəsişməsi əgər aradan çıxardılmasaydı. Elə bax, dilimizcə də indi dedik. A tamamlanardı, amma S ilə B-nin kəsişməsi çıxılmasaydı. Onda A-dan nəyi çıxıblar? S ilə B-nin kəsişməsini. Doğru cavab B variantı. Baxın, bu indi rənglədiyimi neyiniblər? A-dan götürürlər. Bu da S ilə B-nin nəyidir? S ilə B-nin kəsişməsidir. Doğru cavab B variantı. Deməli, 23-də bir kater çayın axını istiqamətində 20 kilometrdir. Ümumiyyətlə, kater məsələlərində tez-tez bu cür yazmaq lazım. Axın ilə durğun su və axına qarşı. Durğun suda katerin sürəti, çayın sürəti yoxdur da, durğun su hərəkətdə deyil. Katerin sürəti ilə V kater olaraq qalır. Axın ilə də isə V kater üstünə gəlincin bir də V çay olur. Axına qarşı V katerin sürətindən V çay nə olur? Çıxılır. Yəni çayın sürəti katerin sürəti, kateri artıq geri çəkir axı. Geri çəkdiyi üçün katerin sürəti nə olur? Çıxılır. Katerin sürətindən çaya çıxılır. İndi katerin axın ilə sürəti, yəni V kater üstə gəlinsin V çay bərabərdir nəyə? 20-yə.
axına qarşı V kater çıxılsın V çay bərabərdir nəyə? 14. İndi bizdən çayın axma sürətini soruşur. Çayın axma sürəti deyilsə tərəf-tərəfə çıxaram. V çay çıxılsın V çay oldu 2. V katerlər getdi. 2 V çay bərabərdir. 20-dən 14 çıxanda 6. V çay da bərabərdir nəyə? 3-ə. Bu belə. Bəs əzbərçilər nə etməlidir? Yadınızda saxlayın. Əgər çayın sürəti deyirsə, topla böl 2-yə. Çayın katerin sürəti deyirsə, toplayın bölün 2-yə. Çayın sürətini deyəndə çıx böl 2. Yəni katerin sürətini soruşsaydı, 20-nin üstünə 14-ü gəlib böləcəkdim neçəyə? 2-yə. Bu da eləyəcəkdi 20 üstü 14, 34, 34-ün yarısı 17. Çayın sürəti deyir, 20-dən 14-ü çıxıram, bölürəm nəyə? 2-yə yenə, qalır neçə? 3. İndi kim necə xoşlayırsa elə yaza bilər. 24-cü tapşırıqda. Deməli, uşaqlar, x kvadrat plus 4x plus c funksiyasının qrafiki 2,20 nöqtəsindən keçirsin. Məlumdur, birinci x koordinatını bildir, ikinci y koordinatını. Və fx bərabərdir x kvadrat plus 4x plus c. Onda y-in yerinə nə yazacağım? 20. 20 bərabərdir x-in yerinə 2. 2-nin kvadratı neynədir? 4. Üstə gəlinsin 4 vurulsun. 2 üstə gəl c. Buradan c bərabərdir. 4-ün üzülü 2-nin kvadratı 4. 4 üçün 8. 4-ün üstünə 8 gəldi. Neçə elədi? 12. 20 çıxılsın 12. 20-dən də 12 çıxdı. C də bərabərdir nəyə? 8-ə. Bizdən də elə nəyi soruşur? 8B variantı. 25 və sonuncu sual. Deməli, A plus B vektorunun uzunluğunu tapın. Deməli, əziz abituriyentlər, vektor toplananda elə uyğun koordinatları toplanır. Onda mənfi 2 üstə gəlinsin 3 bərabərdir nəyə? 1-ə. A plus B vektoru bərabərdir 1. Onda ikincini toplasaq 5 üstə gəlinsin 1 bərabərdir 6. Oldu 1, 6. Deməli, bunun komponentləri oldu 1 və 6. Deməli, A plus B vektorunun uzunluğunu deyir tapın. Uzunluğu A plus B vektorunun modulda uzunluğu bərabərdir. Kökün altında 1-in kvadratı üstə gəlinsin 6-nın kvadratı. Bu da bərabərdir. 1-in kvadratı 1, 6-nın kvadratı 36. Cəmləsək elədi kök altında 37. Doğru cavab A variantında. Deməli, əziz abituriyentlər, videonu bəyənək, paylaşaq, daha çox izləyiciyə çatsın və hamı yararlana bilsin. Sağ olun.